Salam mənim doğma və əziz xalqım. Bu gözəl Ramazan ayında Allahdan sizlərə xeyirli və bərəkətli günlər arzulayıram. Sizinlə görüşə gəlməkdə mənim məqsədim Azərbaycan Xalq Parlamentinə öz namizədliyimi verdiyim üçün platformamı və həyat fəaliyyətimi sizlərə bildirməkdir. Ben Şirin Bilal Mollalıoğlu 1956-cı ildə Balakən rayonunun Qaravəli kəndində anadan olmuşam. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhərində yerləşən tikinti idarəsində işə başlamışam. Oradan 1974-cü ildə isə əskərliyə getmişəm. Əskərlikdən qayıtdıqdan sonra Murmanskda balıqçı gəmisində matros vəzifəsində çalışmışam. Murmanskdan vətənə qayıtdıqdan sonra isə Mingəçevirdə mühasiblər məktəbinə daxil olmuşam. Oranı bitirdikdən sonra isə Mingəçevir şəhərində tikilən Azərbaycan Dövlət İstilik Elektrik Stansiyasında briqadir vəzifəsində çalışmışam. 1984-cü ildə öz doğma kəndimə qayıdaraq Balakən rayonunun İctimai İşə müəssisəsində yeməkxana müdürü vəzifəsində çalışmış. 2020-ci ildə bələdiyyə seçkiləri zamanı 45 nəfər arasında bələdiyyəyə seçilərək bələdiyyə üzvü olmuşam. 2000-ci ildən 2005-ci ilə qədər bələdiyyənin xəzinədarı vəzifəsində çox çətin vəziyyətdə işləmişəm. Ona görə ki, bələdiyyənin sədri öz həyat yoldaşının bacısını bələdiyyənin baş mühasibi vəzifəsinə gətirdi. Mən həm müxalif yönlü olduğum üçün, həm də düzgünlük tərəfdarı olduğu üçün bunların pul hərəsinin qarşısını almaq üçün, düzgünlük göstərdiyim üçün bu illər ərzində çox əziyyətlər çəkmişəm. Axırda bunlar məni işlədiyim vəzifədən sui-istifadə edərək işdən qovdular. Bəli, düz eşitdiniz. Mən işdən qovuldum. Bu hökumətdən də qovuldum. Namizədliyimi verməkdən məqsədim uşaq pulunun verilməsinə nail olmaq, korrupsiyanın qarşısını almaq, qanun aliliyinə nail olmaq, öz doğma rayonumun dünyanın ən gözəl rayonları kimi dünyaya təqdim etməkdən ötürü, turizm məkanına çevirməkdən ötürü çalışmaq və əgər seçilərəmsə, sizdən ötürü işləmək, sizdən ötürü can yandırmaq məqsədim var. Şair gözəl deyib, sən yanmasan, mən yanmasam,
Bəs kim yanar bizdən ötürü? Əziz həmvətənlərim, öz xalqına, öz yurduna, öz obasına xeyir verməkdən ötürü heç də alim olmaq vacib deyildir. Vətənpərvər olmaq lazımdır. Canı yanan olmaq lazımdır. Allahın qarşısında düzgün olmaq lazımdır. Və bu Ramazan ayında da mən sizlərə söz verirəm ki, indiyə qədər, nə qədər ki Allahın yolunu tutub gedirəm, düzgünlük tərəfdarıyam, indən belə də düzgün olaraq, təmiz olaraq sizdən ötürü işləməyə mən söz verirəm.